Ağ çörəyi qəbul etdiyimiz zaman görək mədəmizdə nə baş verir. Bunu sizə real şəkildə göstərəcəyik. Demək, çörəyi atırıq bir stəkan suyun içinə. Bir neçə dəqiqə gözləyəcəyik. Baxın, bir dilim çörəyin həcmi 2 dəfə artdı və yapışqan bir kütləyə çevrildi. Bu kütlə bizim həzmimizə, bağırsaqlarımıza necə təsir göstərir? Çörək, şirniyyatlar, bulkalar bildiyimiz kimi glutenlə zəngin qidalardır. Statistikaya görə hər 10 insanın biri gluten həssaslığı yaşayır və buna görə ağ undan hazırlanmış bu cürə məhsullardan istifadə etdikdə həzmsizlik, köp, şişkinlik, ishal, qəbizlik, mədədə ağırlıq hissi, bu kimi şikayətlər əmələ gəlir. Əla növ undan hazırlanmış çörəklər bu baxımdan zərərlidir. Əslində çörəyin demək buğda tam şəkildə, tam taxıllı çörəklərdən istifadə olunmalıdır ki, onun həm qabığı istifadə olunsun hazırlanmada, həm rüşeymi, həm də özək hissəsi. Əla növ unlarda isə sırf özək hissəsindən un kimi olan, toz kimi olan hissədən istifadə olunur ki, bu da insanlarda bu cür həzmsizlik yaradır. Biz insanlara çörəkdən tamamilə imtina edin demirik. Taxıl məhsulları tərkibində bol miqdarda B qrup vitaminlər var. Ən çox B qrup vitaminləri, yəni taxıl məhsullarındadır. Sadəcə əla növ undan hazırlanmış, ağ undan hazırlanmış çörəklərdə və hazırda düzgün texnologiya ilə çörəklər bişirilmədiyi üçün bu bir çox insanlarda həzmsizlik, köp şişkinlik yaratdığı üçün tam taxıllı çörəyi məsləhət görürük.